Vəziyyətim çox pisdir, çox ağırdır. Ailəmi tərk edib Naftalandan qaçmışam Bakıya. Naftalan polis rəisi məni təhdid edir. Naftalan polis rəisi məni oğurlatdıraraq ki, əməliyyatçı ilə məni qanunsuz olaraq Naftalanın nevroloqu Yaqut İlyasova ilə birlikdə sənədləri rəsmiləşdirərək, hərçənd ki, mənim özümün rəyim belə olsa mənə ala bilməzlər, çünki mənim qayyumluğum anam və yoldaşımdadır. Onların rəyi olmadan, imzası olmadan məni apardılar Gəncə Psixiatri Xəstəxanasının ən ağır şöbəsi olan 3-cü şöbə 4-cü etaja yerləşdirdilər. 14:36-da dəqiqliklə məni qeydiyyata götürdü Gəncə Psixiatri Xəstəxanası. Mən orada da bildirdim ki, mən qanunsuz bura gətirilmişəm. Məni qaldırdılar yuxarı. Mən də orada 6 saatdan sonra qolumu doğradım. Sol qolumu doğramışam, izləri də durur. Ondan sonra məni sabahına oranın baş həkimi qəbul edibdi. Mənlə söhbət apardı, dedi evini sat, çıx Azərbaycandan. Sənə burada çörək yoxdur, sən polis rəisinə imkan verməyəcəkdir. Və mən də yuxarı qalxdım. Anamı yığdım ki, məni gəlib götürməklərini xahiş edirəm. Anam gəldi məni götürməyə, məni vermədilər. Təzədən bir də mən oranın baş həkiminə dedim ki, növbəti qolumu doğrayacağımı gözləyim. Mən çıxıram, qolumu doğrayam. Təzədən bir həkim gəldi orada, həm də orada muavindir, qadın həkimdir. Mənlə bir gün qabaq çox yekə danışan həkimdir. Ad familiyasını bilmirəm, ad soyadını bilmirəm, amma sifətdən tanıyıram. Mənə dedi ki, xahiş edirəm, bir dənə video çək ki, mən cənab prezidentin əskəriyəm, mən cənab prezidentimə xəyanət eləməmişəm, xəyanətkarları ortaya çıxartmışam deyə mənə gətirib bura salıb polis rəisi. Bu videonu çək, anan da sağır gəlsin, ərzə yazsın, aparsın da, belə də oldu. Mən orada şəxsi əşyalarımı götürən zaman mənim telefonumu polis rəisinin göstərişinə və xahişinə əsasən mənim telefonum orada format olunmuşdur. Mənim telefonumun nömrəsi oradan çıxarılaraq başqa telefona qoyulmuş. Oradan götürüb zəng edib vətəndaşlara zəng ediblər. Mən Gəncə Psixiatri Xəstəxanasından çıxdıqdan 5 saat sonra mənə zənglər gəlib, mən də onu qeyd eləmişəm. Çünki mən telefonumu bərpəyə verdim, bərpə eləyə bilmədim, amma mənə gələn zəngləri qeydə almışam. Hamısı məndə maddi sübut kimi durur. Mənə zəng edib, biri Şamaxıdan, biri hardan, biri hardan. Mənə zəng edib deyirlər ki, sən bizi şantaj eləmişsən, sən bizim kartımızdan pul istəmişsən. Mən də demişəm ki, məndə səs yazıları var, istəsən sizə atarım, xahiş edirəm. Hüquq mühafizə orqanlarına məlumat verin, xüsusən də kiber cinayətkarlara qarşı mübarizə idarəsi var Azərbaycanda. Oranı yığın, məlumat verin, çünki mən məlumat vermişəm. Mənə qarşı dövlət qurumlarından nifrət azalıbdır, tamamilə sıfıra çatdırmışdım. İndi icazə verin, əsaslandırım ki, mənə nifrət hardan yaranıbdır və hansı məbləğin qarşılığında yaranıbdır Naftalan şəhər polis rəisinin etdiyi hərəkətlər. Deməli belə, Bərdə rayonunun Qazqurdarlar kəndi var. Oradan Qarayev Elton var şəhidimiz, ruhları şad olsun bütün şəhidlərimizin. Onun anası Qarayeva Təzəgül, Kanal 15-in Nurani Abdullayevanın TikTok sosial şəbəkəsinə canlıda qoşularaq problemlərini deyirmiş. Nurani də mənə Abdullayeva istəyə atdı. Efirə qoşulmama, mən də efirə qoşuldum, dinlədim. Orada özünü şəhid atası kimi təqdim edən Qəmbərov Rəhim var idi. Uşağını atıb gedibdi. O uşağını böyütməyib. Onun oğlu Rəhim Qəmbərovun oğlu Hüseynov ana 10 saylı sanatoriya tipli uşaqlar evində böyüyübdü. İnternet məktəbində oxuyubdu. Bu Rəhimlə Təzəgül canlı yayın bitdikdən sonra məni WhatsAppda yığdılar görüntülü. 3 gün dayanmadan mənə yalvardılar ki, mən Bərdənin Qazqurdarlar kəndinə gedim. O evin videosunu çəkim, onların videolarını çəkim, evlərin şəkillərini çəkim, cənab prezidentə, Sosial Nazirinə, Dövlət Təhlükəsizlik Xidmətinə məktublar yazım ki, ağır sədaqda yaşayırlar. Mən də qayıtdım, dedim ki, mənim evdən çıxmağa yol pulum belə yoxdur. Dedi, Naftalandan Bərdənin Qazqurdarlar kəndinə taksi neçə aparır, örgəndim, dedim ki, 23 manada aparır, 23 manada gətirir, 46 manat, 50 manat versək, mən aparıb gözləyib gətirəcəkdir. Və belə də oldu. Rəhim mənim 3 gündən sonra yox, 5 gündən sonra kartıma 100 manat pul atıbdı. Mən getmişəm Bərdənin Qazqurdarlar kəndinə. Həmin ailənin başçısı Elman Qarayevin videosunu çəkib Kanal 15 atmışam. Kanal 15 də onu paylaşıbdı. Məktublarını da almışam. Həm Elman Qarayevin adından almışam, həm də Qarayeva Təzəgülün, yəni şəhidimiz Eltonun valideynlərinin adından almışam. 3 quruma göndərmişəm. 3 qurum hansıdır? Prezident aparatında prezidentə, Sosial Nazirində Sosial Naziri Anar Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətində Əlin Ağayevə məktublar, telegramlar ünvanlamışam.
telegramların, məktubların da cavabları gəlibdir. Bunlar dövlət tərəfindən tikilməli olan evin sənədləri idi. Bu rəsmi məktub gəldi bunlara. Və bundan sonra Nurani Abdullayeva imtina verdi. Çünki tanıdı ki, bu ailənin problemi çoxdur. Özü o sosial şəbəkədə onları işıqlandırmadı növbəti dəfə. Səfər Əsgəroğlu adıyla TikTok sosial şəbəkəsi açsın Səfər Cavadov. O verilişə başladı öz TikTok sosial şəbəkəsində və mən də gördüm ki, o sosial şəbəkədə Rəhim Qəmbərovla özünü şəhid atası kimi təqdim edən Rəhim Qəmbərovla Səfər Əsgəroğlu başlayırlar pul dilənməyə, o ailənin ev tikilməyinə. Mən də buna etirazımı bildirdim və bu problemlər buradan başladı. Və bundan sonra Səfər Əsgəroğlu və Rəhim Qəmbərov məni başladılar təhqir eləməyə. Atamın görünə söydü Rəhim Qəmbərov. İstəyir efirdə, istəyir efirdən kənar. İldırım şəhid, Zərdab şəhidi var, İldırımdır adı. Bir dəfə də gördüm ki, İldırımın verilişində Rəhim məni ağır təhqirlərlə şantaj edir. Və mən də hatta yazılarda yazdım ki, Rəhim Qəmbərov, məni təhqir etmə, hər şeyi qeydə alıram. Yazdım ki, İldırım əmin, məni efirə qoş, təklifli debat olmur. Məni qoş efirə dərdimi deyim. O da mən ağır söyüşlərlə təhqir eləyərək məni qara siyahıya saldılar. Türk dilində əngəllədi deyirlər. Və mən bundan sonra 102 xidmətinə çıxmışam. Naftalan şəhər polis şöbəsinin müstəntiqinə izahatımı vermişəm. Ayın 13-cü günü də səhər bir daha mən Səfər Əsgəroğlu və Rəhim Qəmbərovu Elnur Beydullayevi şikayət edərək 102 xidmətinə şikayət edərək dərdimi demişəm və mənim müstəntiq çağırıb izahatımı alıb. Ondan sonra rəsmən otağında qəbul etdi. Mənə qayıtdı, dedi ki, mən 500 min verib bura gəlmişəm ki, sən naftalanma problem yaradasan. Mən də dedim ki, yaratdığım problemi ispat elə. Mən cənab prezidentin siyasətinə salınacaq kölgənin qarşısını almışam. O da qayıt dedi ki, gençliklə məşğul. Prezident stat kimdir? Bu da bizi Bağdaddakı o tələbə. Bundan sonra Yaqut İlyasova var, nevropatolog, naftalanma mərkəzi xəstəxanasında. Onu çağırdı, əlbir oldular. Mənə sual verdi ki, Yaqut, dəlxanaya getmək istəyən, dedim ki, sən mənə resept yazmışsan. O reseptində dərmanı 2 həftəlikdir, 6 gün keçir üstündən. Sən məni heç nə edə bilməzsən, bu 2 həftə keçməmiş məni göndərməyin içərə. Əgər göndərmək istənsək, gətir Naftalan mərkəzi xəstəxanasına yatızdır. Məni balalarımdan uzaq salma. Mən 3 az yaşlı uşağım, atasıyam. İnanın Allaha, 5-ci taburun qırılmamağının da səbəbkarı, tək səbəbkarı mənəm. Bayraq koftasında da deyirəm onu. YouTube'da, TikTok'da mən milyon var. Təhlükədəyəm. Ailəm təhlükədədir. Rəis deyir ki, mənlə Yaqut İlyasova, nevropatolog nə qədər buradayıq, sənə problemdir.